Gələn qonaqlar hamısı siz yaşıl çay təklif edirsiniz. Yaşıldır, kim istəyir qara da veririk. Siz nə vaxtdan başlamışsınız yaşıl çaya keçmisiniz? Ya tam Yaşıl çay satışda olandan və əlimə keçəndən mən birinci tələbə elmi işim olubdu. Mənim 80-ci ildə birinci kursdaydım. Çay Azərbaycan mətbəxində. O vaxtdan mən çayla tanış oldum və o vaxtdan həmişə yaşıl çay arayırdım. Əvvələ gələn kimi başladım. Çindən alırdım, Hindistandan alırdım falan. yəni bu ölkədə satılmırdı o vaxtı. O vaxt yox idi. Amma indi hər yerdə var da yaşıl çay gözəl şeydir. Bu fermentasiyadan çox keçmir və təzyiqi də normallaşdırır. Radiasiyanı bədəndən çox gözəl təmizləyir. Kompüterin qarşısında otururuq. Ona görə yaşıl çay o radiasionlu faktorların içində yaşıl çay çox kömək edir. Bayaq da dedim, stronsium bunda yaşıl çay stronsium 90-ı bağlayır və bədəndən xaric edir. Yəni daha qara çay içmirsiniz də siz? İçirəm hərdən, qara çay da içirəm. Əsasən yaşıl çay. Əsasən yaşıl çay ləzzəti mənə daha xoşdur. Çox pay yaşıl qara çay. 70-in 30-a deyək də belə. 70. Ziyanı var mı yaşıl çay ümumiyyətlə? Yox. Amma artıq içiləndə əlbəttə ki, hər şeyin ziyanı var. Qara çayda çox içsəniz, ağ çayda, göy çayda hamısının ziyanı var, çox olanda. Yəqin bilirsiniz, yaşıl çayın istehsalında daha çox xərc çəkilir. Yox. Yoxsa qara çayın istehsalında? Qara çayda fermentasiya daha çox gedir də, əlavə onu qızdırmaq, vaxt falan daha baha başa gəlir. Ay sağ ol. Bəs niyə onda yaşıl çay qara çaydan bahadır? Bazarın xüsusiyyətləridir də. Niyə su benzindən bahadır? Mağazası Perrier var, 200 qramlıqdır, 150 qram. Burada bir siyasət söhbətini görmürsünüz. Yox, o siyasət deyil, o bazar oyunçularının oyunlarıdır. Qırmızı şərabı reklam edir, hamısı menecerlərin işidir.